Necə ki, isti, əgər bizə ət lazımdırsa, ətin özü, bulyonu yox, onu isti suya atırıq ki, o və yaxud tavada mühürləyirik ki, onun suyu, şirəsi, dadı içində qalsın. Və yaxud əgər bizə bulyon lazımdırsa, onu soyuq suya atırıq, yanında tərəvəzlərlə o hissə-hissə, pasipenli, yavaş-yavaş öz şirəsini, dadını suya buraxır ki, iraq olsun. Xəstələrimiz var, o suyu, bulyonu xəstələrimizə verəcək. Yox, xəstəyə verməyəcəksə, bizə bulyon lazım deyilsə, həm də onda bulyon şəffaf olur, soyuq sudan atanda. Yavaş-yavaş tərəvəzlərin, ətin və yaxud toyuğun dadı o bulyona çıxır, bulyon da şəffaf qalır. Yox, bizə ət və yaxud toyuq özü lazımdırsa, onun şirəsi, dadı içində qaldısa, o lazımdır içdi. Biz necə ki, tavada onu mühürlədik, onun içində olan şirəsi, o əsl dadı qalır. Bax, indi onun sozunu tökdük və qoyduq. İndi o yavaş-yavaş o içində saxladığı o şirəsini o soza buraxacaq. Bu, demək olar ki, biz indi sizlə barbekü sozu hazırladıq. Ətirindən, dadından, rəngindən də görürsünüz. Heç bir kimyəvi qatqı eləmədik. Yetəri qədər, məsələn, satışda hər cür sozlarımız var. Yaxşı olar ki, bacarırsınızsa özünüz hazırlayın. Saxlamaq müddəti illərlə olan ərzaqlardan çalışdığımız qədər az istifadə eləyək. Çünki ən azı tərəvəzlərimiz, meyvələrimiz yeni dəyişmiş meyvələr. İlin bu vaxtı çiyələyimiz var, təzə kartofumuz var, hansı ki indi olası deyil. Yeni modifikasiya olunmuş meyvə tərəvəzlərdir. Bacardığımız qədər az istifadə eləyək. Təbii göyərtilərdən, nə bilim, hər şeydən istifadə eləyək. O gün siqaret çəkən uşağa deyəndə ki, siqaret çəkmə, bir dəstə ispanaq alayıb, baxır, bir salxım üzüm yiyib, bir ovuc kişmiş yiyib, baxır üzümə. Necə ki, bax, yayda, payızda depoluyuruq, mürəbbələr hazırlayırıq, şorabalar hazırlayırıq ki, bütün ailələrimiz depoluyuruq. Bədənimizi də belə depolamalıyıq. Qışdır, bədən orqanizm zəifləyir, vitaminlər az olur. Yaza qədər bədənimizi orqanizmi rahat çıxartmalıyıq. Ona görə mövsümü tərəvəzlərdən istifadə, kökdən, rəngli köklərimiz var, Allaha şükür. Cürbəcür biz Cənub şəhərində yaşayırıq. Elementar bir dəstə ispanaqda bilirsiniz nə qədər kalsi var? Çox. Məsələn, mən hər dəstə deyəndə ki, təzə yarpaq açanda, tut yarpağı, 5-6 tut yarpağında olan kalsi, bir stəkan süd qədər kalsi var, mənə gülürlər. Yəni ki, onun üçün deyirəm ki, savadlı olun, ətrafa baxın. O demək deyir ki, kalsini hər hansı bir, nə bilim, bir dərman alım, kalsi alım içim və yaxud onun iynəsini istifadə edeyim. Yox. Bizim təbiətimiz zəngindir zaten. Meyvəmiz, tərəvəzimiz, subtropik zonalarımız var ki, limonumuz, mandarinimiz, feyxuamız var ki, çox gözəldir. Məsələn, biz sizlə feyxua morsu hazırlamışıq burada. Necə dadlıdır, qışa hazırlayıb, bütün qışı istifadə eləyə bilərsiniz bədəninizdə. Yenə dediyim kimi, çatışmayan hormonları əvəz eləmək üçün. Məcbur deyil ki, elə aptekdən dərman alaq içək. Nənələrimiz necə bütün əvvəllər dağlardan yığılan otlarla, nə bilim, güllərlə ən azı özlərini sağlamlaşdırıblar. Və yaxud xalçalar toxuyublar, rəngli-rəngli otlardan, güllərdən yığıb boyaq maddəsi, indiki kimi qida boyalarından istifadə edilir. Amma onlar təbii otlardan alınan rənglərdən istifadə edilir. Həm yeyintidə, həm də toxuculuq sənayesində.